Metroda NFC ilə bağlı problem yaşanır. Sərnişinlərin verdiyi məlumata görə Bakı metrosunda təmassız ödəniş vasitəsilə keçid zamanı texniki nasazlıq yaranıb. Problemlər, bəli, mən də yaşamışam. Adətən metro stansiyalarında problem yaşanır. Ödəniş qəbul olunmur. Bugün hansı, məsəl üçün, hansı metroda stansiyada olub? İçəri şəhərdən 28 may stansiyasına gəlişində yaşadım. Sırf NFC-də? Bəli. Problem olur. Məsələn, ödəniş edirəm, keçmir. Elə olur. Sərnişinlərin sözlərinə görə əsasən səhər saatlarında metronun müxtəlif stansiyalarında bu hal yaşanıb. Sırf NFC ödənişlərində belə halların bir neçə dəfə təkrarlandığını deyən sərnişinlər daha çox kart və ya QR kod vasitəsilə ödəniş etdiklərini deyirlər. Elə problem olduğuna görə ondan istifadə eləmirdim. Birbaşa karta keçsin, artıq o problem yoxdur. Qeyd olunub ki, QR kod və plastik kart vasitəsilə keçid normal qaydada həyata keçirilir. Məsələ ilə bağlı Bakı Kartın İctimaiyyətlə Əlaqələr şöbəsindən Xəzər xəbərə verilən məlumata görə təmassız ödənişlərdə ümumi nasazlıq aşkarlanmayıb. Aparılan yoxlamalar zamanı sistem üzrə hər hansı ümumi texniki nasazlıq qeydə alınmayıb. Hazırda təmassız ödəniş sistemi normal rejimdə fəaliyyət göstərir və ictimai nəqliyyatda ödənişlər fasiləsiz şəkildə həyata keçirilir. Sərnişinlərə hər hansı problemlə rastlaşdıqları halda problemin aradan qaldırılması üçün qurumun müştəri xidməti ilə əlaqə saxlamaq tövsiyə edilib. Minaya Zaman Rafael Əliyev, Xəzər xəbər.